Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Mən qeyd etmişdim ki, mən zərfin şəkilçilərinin və sözlərin ortaq cəhətlərini ayrı bir video şəklində yükləyəcəm. Çünki mən düşünürəm ki, bu şagirdlər üçün mühüm dərsdir. Bu gün mənim artıq yüklədiyim üçüncü videodur. Başlayaq şəkilçilərdən lıq şəkilçisindən. Baxın, bu lıq şəkilçisi, lıq 4 şəkilçisi həm zərf düzəldən şəkilçidir, həm isim düzəldən, həm sifət düzəldən. Necə? Hansı nümunələrdir? Məsələn, tutaq ki, belə götürək. Yer, məsələn, qohumluq, o cümlədən mücərrəd anlayışı bildirən zaman isim üzərdən şəkilçi olur. Belə olanlarda isim olur. Məsələn, tutaq ki, meşəlik. Məsələn, tutaq ki, ayrılıq. Sonra dostluq. Məsələn, düşmənçilik. Tutaq ki, gözlük. Gözlük bilirsiniz də, eynək deməkdir. Məsələn, qardaşlıq. Məsələn, tutaq ki, birlik. Məsələn, tutaq ki, nəfəslik və s. Sonra lıq düzəldən, məsələn, sifət düzəldən şəkilçi də var. Sifət düzəldən şəkilçi, məsələn, gətirək, deyək ki, məsələn, aylıq, məsələn, maaş tutaq ki. İllik hesabat. Bunlar hamısı leksik şəkilçilərdir, bilirsiniz. Hamısı leksikdir bunların. Tutaq ki, məsələn, payızlıq, məsələn, tutaq ki, meyvə. Payızlıq, məsələn, lobiya gibi çox eşitmiş olarsınız. Bu deməli ikinci. Bir də lıq zərf düzəldən şəkilçi var. Lıq zərf düzəldən şəkilçi olaraq yazıq bura zərf düzəldə. Məsələn, tutaq ki, həmişəlik. Tutaq ki, hələlik. Hələlik. Məsələn, tutaq ki, bir dəfəlik. Tutaq ki, indilik və s. Bu şəkildə zərf düzəldir. Sözsüz ki, sifət düzəldən zaman hansı, necə suallarına cavab verəcək, isim düzəldən zaman ismi suallarına cavab verəcək. Bizə dostluğumuz möhkəmdir. Nə möhkəmdir? Dostluğumuz. Zərf düzəldən şəkilçi istifadə edən zaman nə zaman, nə qədər suallarına cavab verir. Deməli, sonra keçək digər şəkilçimizə. Cacə şəkilçisi. Cacə şəkilçisi də kifayət qədər uşaqlara bir çaşqınlığa salan şəkilçilər siyasətində gedir. Birinci cacə şəkilçisini gəlin qeyd edək. Məsələn, zərf düzəldən şəkilçi olaraq, məsələn, belə deyək. Dillər üzərinə gəlsin. Cacə bərabərdir zərf düzəldən. Məsələn, rusca, məsələn, türkcə və s. Sonra cacət gəlir bir də feildən isim düzəldən şəkilçi olaraq. Məsələn, feil belə götürək, üstə gələk. Feil üstə gələk. Cacə bərabərdir isim düzəldən. İsim düzəldən. Məsələn, düşüncə. Məsələn, əyləncə. Onun düşüncəsi mənə maraqlıdır. Bax, bu nümunələrdir. Cacə ən çox işlənənlərdən bir Azərbaycan qrammatikasında o cümlədən ədat kimi. Cacə, ədat kimi. Yadınıza saxlayın, bir şey qeyd edin ki, ədat kimi istifadə olunursa, oradan cacəni rahatlıqla atmaq olur. Məsələn, tutaq ki, ikicə uşaq. Mən qeyd göstərəcəm, üzərində görəcəksiniz. Məsələn, bircə qızım. Məsələn, tutaq ki, yavaşca, məsələn, getmək. Tutaq ki, yaxşıca, məsələn, dolan. Məsələn, ehmalca götür. Sonra, indicə gəldi. İndi baxın, ədat olduğu zaman ədatın
həm özlərini bilirsiniz ki, ədad sözün bədii təsir gücünü artırmaq məqsədini istifadə olunur. Ədatın özləri və yaxud da ki, ədad bu şəkil, cazı şəkilçisi olan ədad şəkilçilərini sözdən üzərinə rahatlıqla atmaq olur. İkicə uşaq, iki uşaq. Bircə qızım, bir qızım. Yavaşca get, yavaş get. Yaxşıca dolan, yaxşı dolan. Ehmalca götür, ehmal götür. Bilirsiniz, ehmal sözü var bizim dilimizdə. İndicə gəldi, indi gəldi. Görürsünüz? Yəni bu ədad olduğu zaman cacələri oradan rahatlıqla ata bilirsiniz. Yazaq bura. Ata bilsəniz ədaddır. Amma yuxarıdakı zərf nümunəsinə baxın. Rusca danışmaq gör sözündə bir baxın. Rusca danışmaq sözündə mən bunu ata bilirəmmi? Ata bilmirəm ki, rus danışmaq deyə bilmərəm ki, deməli burada zərfdir. Bu nümunələrdə diqqətli olun. Dördüncü nümunəmiz qoşma ilə ortaqlığıdır. Əgər cacə sözünü görə ilə, qədər ilə əvəz edə bilirsinizsə, onda qoşma. Məsələn, yol boyunca söyüdlər test nümunələrinə çox rast gəlinir. Yol boyunca söyüdlər. Yol boyu ilə söyüdlər. Sonra testlərin nümunələri çoxdur. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Dəryaca. Dəryaca, yəni buradakı canı biz qədərlə əvəz etsək, ədəd olur. Görürsünüz, birində ilə olur, birində qədər olur. Sonra görə. Düzdür, bunu biz danışımızda çox işlətmirik, amma yenə var nümunələr. Kimsə səni sevməz məncə. Hətta test nümunəsidir bu. Məncə, yəni mən qədər sevməz. Mən qədər, yəni mənim kimi, mənim qədər, mən qədər. Bax, burada cacəni qədər əvəz edə biliriksə, ədaddır. O cümlədə, məsələn, belə bir nümunə getirə bilərik. Elə, yəni, çox deyil, amma yəni, başqa nümunə çox deyil. Elə bunları elə bilsəniz, sizə kifayət edəcək. Ən çox düşən nümunələr siyahısındadır. Yaxşı, digər şəkilçilərə baxaq. Bunları silim. Sonra burada hər dəfə fərqli rənglərlə yazıram, maraqlı olsun deyə. Deməli, sonra burada gəlir lalə. Bu da çox işlənən şəkilçilər siyahısındadır. Deməli, lalə ilk növbədə zərf cəldən şəkilçi olaraq necə sualına cavab verir. Unutmayın, əsasən mücərrəd mənalı məzmunlu sözlərlə istifadə olunur. Baxın, mücərrəd ismi demirəm, amma mücərrəd məzmunlu deyirəm, diqqətli olun. Məsələn, onu zorla götürdülər. Güclə danışırdı. Heyrətlə izlədi. Heyrətlə izlədi. Sonra ürəklə dedi və s. Necə sualına cavab verirsə, mücərrəd məzmununu düzəldirsə, onda burada qoyacaq bura mücərrəd məzmunlu. Mücərrəd məzmunludursa, belə olduğu zaman bu olur. Əlbəttə ki, nə? Bu olur zərf düzəldən şəkilçi. Zərf düzəldim. Sonra lalənin ikinci halı əlbəttə ki, qoşma və bağlayıcı kimi. Baxın, deyirəm ki, atamla getdim. Atamla getdim. Baxın, suala baxın. Fikir versəniz, əgər bu bağlayıcı olsaydı, iki dənə eyni şeyi bir-birinə bağlayardı. Burada birində isimdir, birində feil. Atamla getdim. Kimi ilə getdim? Atam ilə getdim. Sonra deyirsiniz ki, çubuqla gəzir. Tutaq ki, çubuqla gəzir. Sual verirsən, nə ilə gəzir? Çubuqla gəzir. Əgər nə ilə və kim ilə sualı verirsinizsə, onda o qoşma olur. Yəni, çubuğun vasitəsilə gəzir. Burada vasitə bilir. Atamla getdim. Burada da bilgəlik bilir. Yəni, kimlə gedib? Atamla. Belə olan halda olur qoşma. Bu halda olur qoşma.
Sualda olur zərf. Üçüncü halı bağlayıcıdır. Məsələn, tutaq ki, deyirsiniz ki, atamla anam bizə gəlib. Buradakı laləni, əlbəttə ki, və ilə əvəz edə bilirsənsə, onda burada olacaq nə? Bağlayıcı. Atam və anam bizə gəlibdir. Siz görürsünüz, bağlayıcı deyə hər iki tərəfdə eyni söz olmalıdır ki, onu bağlasınlar bir-birinə. Yəni orada vəni iki dənə eyni əşya olsun, iki dənə şəxs olsun, iki dənə eyni şey olsun ki, o gəlib bir-birinə bağlasınlar, bir-birinə qoşsun, bağlasın. Sonra dördüncü nümunə isə la'nın dördüncü nümunəsi. Əlbəttə ki, isimdən feil düzəldən şəkilçilər siyahısına gedir. Məsələn, tutaq ki, belə götürək də, isim üzərinə gəl lalə bərabərdir feil düzəldən. Çoxlarınız bilirsiniz. Məsələn, tutaq ki, işləmək. Məsələn, tutaq ki, dişləmək. Məsələn, bura tutaq ki, gedir bağlamaq. Məsələn, bura tutaq ki, gedir başlamaq. Məsələn, bura tutaq ki, gedir gözləmək. Burada əlbəttə ki, gəlin sözlü kök şəkilçiyə ayıraq. İş sözün kökü lalə, diş sözün kökü lalə, bax sözün kökü lalə, baş sözün kökü lalə, göz sözün kökü lalə. Burada yəni ismin üzərinə lalə gəlir, feil düzəldən şəkilçi kimi istifadə olunur. Kenara eləyək. Aha. Deməli, burada gələk ən şəkilçisinə. Ən şəkilçisi əslində qalsa omonim şəkilçi deyil. Sadəcə o bir şəkilçinin oxşardır. Mən onu qeyd etmək istəyirəm. Bu vaxta qədər izah etdiklərim omonim şəkilçilər. Amma ən şəkilçi omonim deyil, zərfcədir. Sadəcə yenə deyirəm, oxşar şəkilçi var, onunla bənzəyir. Mən istəyirəm onu müqayisə edeyim. Amma bunlar omonim sayılır. Omonim sayılmaq üçün ən azı üstünü 2 dənəsi, 3-4 dənəsi olan yazılan şəkilçi sayı bərabər olmalıdır. Burada da yoxdur. Bilirsiniz, zərfcədən bu ən şəkilçisidir. Feili sifətin də ən şəkilçisi var. Məsələn, tutaq ki, gülən uşaq. Sual verirsən ki, hansı uşaq? Bax, hansı sualı görürsünüz? Hansı uşaq? Gülən uşaq. Bu feildən, yəni feili sifət. Sözü kökü gülmək feilidir. Feildən feili sifət düzəlir. Adı üstündə feili sifətdir. Buna yazaq. Feili sifət. Sonra, amma deysən ki, qəlbən qırılmaq. Tutaq ki, sual verirsən, necə qırılmaq? Nə cür qırılmaq? Suallara baxın, fərqlidir. Feili sifətdə bir şey yaxşıdır ki, feili sifətdə hansı sualını vermək olar? Zərfin bir şəkilçisi sualı yoxdur. Amma feili sifətdə necə sualına verilir? Qəlbən qırılmaq. Bu da olur. Əlbəttə ki, zərf düzəldən şəkilçi. Bu qrammatikdir, bu leksikdir. Bu olur zərf düzəldən. O da feili sifətdir, qrammatikdir. Zərf düzəldən. Yenə xatırladım ki, bunlar omonim deyil. Bu ən şəkilçisi omonim deyil. Sadəcə oxşadıqları üçün zahirən bir-birinə mən bunu izah etmək lazım bildim. Sonra burada var gəl şəkilçisi. Gəl şəkilçisi deməli birgə iş görmək. Zərfdə çox nümunələr yoxdur. Birgə məsələn tutaq ki, iş görmək. Burada əlbəttə ki, zərf düzəldən şəkilçi gedəcək. Amma məsələn tutaq ki, desəm ki, isim düzəldən şəkilçi olaraq, məsələn, süpürgə. Birdən isim düzəldən şəkilçi siyahısında gedir. Süpürməkdən süpürgə. Sonra döngə. Dönməkdən döngə. Sonra burada gedir bölgə. Bölməkdən bölgə. Burada feildən isim düzəldir. Sonra araq şəkilçisi var bizdə. Məncə yerləşməyəcək. Bəlkə bunu pozum bunu. Araq şəkilçisi bizdə var.
Araq şəkilçi iki cür istifadə olunur, əziz şagirdlər, abituriyentlər. Deməli, yazaq bura, ə, belə yazaq da. O çaparaq getdi. Bir də yazaq, o çaparaq getdi. İndi fərqi izah edəcəm, diqqətlə baxın. Deyirsən ki, o çaparaq getdi. Rəngləyim görəsiz. Çaparaq getdi, çaparaq getdi. Fərqə baxın. O çaparaq getdi. Burada əgər vurğu sonuncuya düşürsə, vurğu yazaq bura. Son heca vurğu düşürsə, onda olacaq zərf. O çaparaq getdi. Yəni çapa-çapa getdi. İstəsəz bu sözdən də bu şəkildə də bilirsiniz də. Fe'li bağlamanın şəkilləri bir-biri ilə sinonimdirlər. Yəni birini digərinə qoya bilirsiniz. O çaparaq getdi. Yəni çapa-çapa getdi. Bu şəkildə olan zaman fe'li bağlama. Fe'li bağlamadır. Bax, istəsəz digər sözdə yaza bilərik. Məsələn, tutaq ki, deyək ki, kişi qaçaraq getdi. Yenə həmin nömrəni altda yazaq. Kişi qaçaraq getdi. Baxın, birində vurğunu qoyaq. Birində vurğunu qoyaq bura, birində qoyaq bura. Kişi qaçaraq getdi. Yəni tezcə getdi də, yəni tələsik mənasında. Tələsik. Qaçaraq getdi, qaçaraq iş gördü. Amma bir dəfə deyirsiniz ki, kişi qaçaraq getdi. Yəni qaça-qaça getdi. Baxın, əvəzə baxın, görürsünüzmü? Kişi qaça-qaça getdi. Qaça-qaça. Belə olan halda bu ikinci nümunədə olur. Fe'li bağlama. Fe'li bağlama birinci nümunədə olursa sır. Sonra dadə şəkilçisi var. Dadə şəkilçisi də çox düşür həqiqətən testlərə. Özünüz də rast gələcəksiniz. Deməli, dadə şəkilçisi belə deyək. Nə vaxt zərf düzəldən şəkilçi olur? Əgər gündə, indi nümunələri də yazacağım mən. Gündə, onda, sonra yayda, əsasən zaman məzmunlu olur bunlar. Yadınızda saxlayın. Zaman məzmunlu və nə zaman sualına cavab verirlər. Yayda, yazda, baharda, sonra qışda, sonra payızda, sonra onu da yazmışam. Yaz, yaz, payız, bahar, qış, payız hamısını yazdım deyəsən. Yəni bunlar virgül pozur. Aha, payızda. Yəni nə zaman suallarına cavab verərlərsə, onda zərf olurlar. Yadınıza saxlayın. Məsələn, gündə sözü sizi çaşdırmasın. Mən gündəyə aid bir nümunə demək istəyirəm. İndi əslində qalsa ortaq sözlərin içərisində qeyd edəcəkdim, amma eyb yox. İndi burada qeyd edim. Məsələn, deyirsən ki, gündə gəlir. Gündə, yəni hər gün anlamında. Mən bunu qeyd edirəmsə, bunda zərf olur. Amma desəm, gündə dayanma. Desəm, burada nə yazım? Yəni günəşin altında deməkdir bu. Gündə günəşin altında deməkdir. Belə olan halda gün sözün kökü, yəni isim, belə olan halda burada olacaq isim plus dadə yerlik al. Yazın bura yerlik al. Şəkilçisi olur. Amma gündə hər gün anlamında olsa sözün kökü gün, burada da dadə leksik şəkilçi olur. Bu artıq zərf düzəltdir burada.
Burada diqqətli olmaq lazım. Mənim dediyim qayda onda sözünə də keçərlidir. Məsələn, tutaq ki, deyirsən ki, onda uşaqdım. Məsələn, onda uşaqdım sözündə, yəni o zamanlar. Nə zaman? Yəni o zaman uşaq idim. Amma desəm onda pulum qalıb. Desəm, baxın sualı o zaman sualını istəsəz də verir. Onda yəni o adamda deməkdir də. Yəni o adamda deməkdir. Sual verirsən kimdə qalıb? Kimdə qalıb? Onda o sözün kökü. Yəni o adamda da, yəni sözün kökü deyək ki, zaten odur da burada şəxs əvəzlidir. Yəni o adamda. Kəsin kök heç ayrılmır da burada. Yəni orada burada şəxs əvəzlidir. Burada dada yerli kəl şəkilçisidir. Yəni bu şəkildə olacaq. Belə. Yəni o adamda deməkdir. Burada şəxs əvəzlidir. Yəni o adamda üzr istəyirəm işarə əvəzliyi. O adamda. Aha. Sonra burada bir dənə diqqətli olun. Yayda, payızda, qışda, baharda bu sözlər nə zaman suallarına cavab verərlərsə zaman zərfləri olurlar. Amma məsələn, nə də sualına cavab verərlərsə diqqətli olun, onda isim olacaq. Amma bunlar əksərən zərf kimi testlərə düşürlər. Bunlara diqqətli olmaq lazımdır. İndi mən istəyirəm bəzi ortaq sözlərdən zərfin digər nitqsələrlə ortaq sözlərindən danışım. Bu lövhəni mən buradan silim. Deməli, zərfin belə götürək də digər nitqsələ ortaq sözləri çoxdur. Bura daxildir. Məsələn, tutaq ki, məsələn, gecə, gündüz, tutaq ki, səhər, axşam, günorta. Bax, bu sözlər nə zaman sualına cavab verərlərsə, o zaman zərf olurlar. Amma bu sözlər nə sualına cavab verərlərsə isim olurlar. Məsələn, gəlin baxaq. Deyirsiniz ki, gecə düşdü. Sual verirsən ki, nə düşdü? Belə olan halda bu olur isim. Amma desəm ki, gecə, məsələn, tutaq ki, qayıtdıq. Yəni, əsasən zərf olanda, əksər olunur, siz fiili ilə axtarın. Sual verirsiniz, nə zaman qayıtdıq? Belə olan halda, əlbəttə ki, zərf olacaq. O cümlədən dediyim nümunə digərlərinə aid etməyəm. Məsələn, tutaq ki, səhər çatdıq. Səhər çatdıq desəm, sual versiniz. Görürsünüz, feil də var. Nə zaman çatdıq? Səhər çatdıq. Səhər çatdıq desəm, onda olacaq zərf. Amma desəm ki, səhər açıldı desəm, sual verirsiniz, nə etdi açıldı? Nə açıldı? Səhər açıldı. Nə açıldı? Səhər açıldı. Nə zaman yazaq? Nə açıldı? Belə olan halda isim olacaq. Sonra sifətlə zərfin ortaq cəhətləri nədir? Bilirsiniz ki, həm sifət, həm zərf hər ikisi necə sualına cavab verir, amma bunu fərqləndirməyin ən yaxşı yolu birinci sifətin hansı sualla işləməkdir. İkincisi yanlarında feilin gəlib, əşyanın, yəni ismin gəlib gəlməməyinə baxacaqsınız. Məsələn, gəlin baxalım. Bura aid hansı sözlər var? Yaxşı, gözəl, pis, tutaq ki, cəld, qəşəng, açıq. Məsələn, tutaq ki, doğru və s. Və bu sözlər. Əgər bunlar plus belə bu şəkildə yazıram, feil gələrlərsə, bu da plus isim gələrlərsə, feil gəldikləri zaman bərabərdir zərf. İsim gəldikləri zaman bərabərdir nəyə? Sifətə. Nə deməkdir bu? Məsələn, yaxşı oxudu. Gözəl yazır.
Pis, pis, bir yazıq. Pis rəftar etdi. Rəftar etdi mürəkkəb feildir. Rəftar etdi. Cəld yeridi. Qəşəng izah edir. Açıq danışaq. Doğru, doğru danışmır. Məsələn, tutaq ki. Fikir verdisə, yazdıqlarımda hamısı feilin yanında gəlir. Feil, 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 feil. İndi digər sifət nümunəsinə baxaq. Məsələn, tutaq ki, yaxşı qız. Tutaq ki, gözəl, məsələn, xət. Pis, məsələn, izah. Cəld, oğlan. Qəşəng, məsələn, tutaq ki, maşın. Açıq, tutaq ki, çay. Doğru, məsələn, fikir. Görürsünüzmü? Gələnlər nədir? Hamısı isimdir. Ona görə də qarşıdakını izah edir, ismin əlamətini izah edir. Bu şəkildə olanda da sifət olacaq. Həm çox sadə, çox rahat yolda sınır qalsa çətin deyil. Bu dediyimiz qayda əlbəttə ki, saya da aiddir. Silin. Saya da aiddir. Məsələn, bu sayda hansı sözlər var? Gəlin baxalım. Gəlin qeyd edək. Az, çox, xeyli, bir qədər, çox işlənir bunlar. Az, çox, xeyli, bir qədər, çoxlu, azacıq. Dediyimiz qayda burada da keçərlidir. Burada plus yenə feil olarsa bərabərdir. Zərf və kəmiyyət zərflərlə. Deməli, burada plus isim olarsa bərabərdir nəyə? Saya. Bilirsiniz, sayla sifət əşyanın əlamətini və miqdarını bildirir. Ona görə isimlərin qabağında gəlirlər. Ya da isimləşə bilirlər, fərqi yoxdur. Eyni qaydadır. İsimləşmiş şəkillərini də mən indi yazaram. Məsələn, tutaq ki, isim də gələ bilər, isimləşə də bilər. Siz çaşdırmaz. Məsələn, tutaq ki, deyək ki, az danış. Çox, məsələn, tutaq ki, yemə. Xeyli getdik. Bir qədər yığıb. Çoxlu söhbət edir. Azacıq yeyib. Baxın, fikir versəniz, yazdıqlarımın hamısı feildir. Və hamısında ortaq cəhəti nə qədər sualına cavab verməkdir. İndi gəlin digər nümunəyə baxaq, saya baxaq. Məsələn, tutaq ki, az çörək isimdir. Gördünüz? İsim. Tutaq ki, çox uşaq. Xeyli meyvə. Bir qədər, məsələn, tutaq ki, bir qədər yığım. Çoxlu, məsələn, tutaq ki, tərəvəz. Azacıq, hətta test nümunəsidir. Azacıq aşım, ağrımaz başım.
Azacıq aşım nə qədər. Gördünüz ki, hamısının yanında yazdıqlarım isimdir. Ola bilər, isim olmaya da bilər, isimləşə də bilər. Fərqi yoxdur. Ta ki, deyirsiniz ki, gələnlər ta ki, çoxdur. Əgər o mənsubiyyət hal şəkilçiləri, şəxs şəkilçiləri qəbul edirsə, onda onlar biz onları sayı olaraq götürürük. Gələnlər çoxdur. Nə qədərdir? Çoxdur. Bu şəkildə də diqqətli olun. Bu nümunələr də çox verilir. Məsələn, deyənlərin sayı azdır. Məsələn, tutaq ki, gedənlərin sayı azdır. Gedənlərin sayı azdır. Sual verirsə nə qədərdir? Azdır. Yəni az gedən. Sual versə nə qədər gedən? Və tapa bilməyəndə gördünüz ki, bu şəxs şəkilçisindən olanda tapa bilməyəndə onları qarşıdakı sözlə bir yerdə işlədir. İşlədir. Çox gələn, nə qədər gələn, çox gələn, az gedən, nə qədər gedən, az gedən. Aha. Yaxşı. Bu nümunələrdə qeyd elədik. Bir dənə qoşmanın ortaqlıqlarını, ortaq sözlərini mən qeyd edeyim. Deməli, burada çox işlənir. Əvvəl, sonra, qələmim neysə zəif yazır. Sonra qabaq, əvvəl sonra qabaq, sonra bəri, sonra qarşı, doğru, sonra ayrı, ayrı və s. Demək olar ki, əksəriyyətini yazdım. İndi məsələn əvvəl sözünə baxın. Demək olar ki, yazdıqlarımın əksəriyyəti belə deyək də, yəni siz necə izah edirəm? Məsələn, tutaq ki, əksəriyyəti dan dənlə işlənir, çıxışlı qalınan işlənir. Əgər qoşma kimi olarsa, məsələn, tutaq ki, belə deyək, sən deməlisən, qabaq səndən bəri, vaxtdan bəri sənə qarşı, məsələn, burada yönlük yanlışdır. Sənə doğru, səndən ayrı. Tutaq ki, səndən, məsələn, tutaq ki, əvvəl, sonra, qabaq, sonra bir də ayrı. Yəni bu sözlər bu şəkildə, yəni dan plus sonra ilə, dan plus sonra ilə bunlarla işlənsə qoşma olurlar. Məsələn, tutaq ki, sənə qoşma, sənə qarşı yazacaqdım mən. Yanlışdır bu. Sənə qarşı tutaq ki, hisslərim var. Tutaq ki, sənə doğru, məsələn, tutaq ki, gəlirəm. Hətta burada o vaxtdan bəri bu şəkildə işlənir. Məsələn, sənə qarşı, sənə doğru bu şəkildə bilirsiniz, ümumiyyətlə çıxışı və yaxud da yönlü kal, bilirsiniz, qoşmalar ismin 4 halı ilə işlənir. Burada da qoşma, çıxışlıq və yönlü kalda olan sözlərə qoşulur. Amma zərf olsa, bunlara heç ehtiyac yoxdur. Əvvəl yatmışdım. Baxın, heç bir hal şəkilçisi burada yoxdur. Sual verirsiniz, nə zaman yatmışdım? Əvvəl. Sonra gələrsən. Sual verirsiniz, nə zaman gələrsən sonra? Qabaq. Uşaq idim. Çox da deyirsiniz ki, bəri, tutaq ki, gəl. Haraya gəl, bəri gəl. Tutaq ki, qarşı sözüm qarşıda, tutaq ki, dayanıb. Sual verirsiniz.
Harda dayanıb qarşıda. Bax, deyirsiniz ki, doğru danış. Necə danış? Bax ki, ayrı qalmaq. Baxın. Yəni, belə olan halda hamısı əksəriyyət, hamısı feilin yanındadır. Görürsünüz? Qabaq idim nədir? Qabaq idim olmaz. Bunu nədir yazmışam? Şey olmuşum yazım. Taki, qabaq. Məsələn, taki yeyərdim. Yəni, əvvəllər o mənada. Bu şəkildə. Yəni, bax, bunlar hamısı ortaq sözlər kimi gedir. Bunlar zərflərin ortaq sözlərdir. Zaten bu artıq mən 3-cü videomda zərfin ən qarşıdıcı məqamları mən demək olar ki, tam sadəliyini izah etmişəm. İnanın bu videolara baxsanız və orada qeydləri özünüz üçün götürsəniz və biraz da test üzərini tədqiq etsəniz, demək olar ki, zərf mövzusunu tam olaraq çözə biləcəksiniz. Yenə deyirəm, biz düzdür, qrammatikanı izah edirik, amma qrammatikanın ən yaxşısı işlənmə üsulu, ən yaxşı öyrənmə üsulu testlərin davamlı işlənməsi və onun incəliklərinin, səhvlərinin fərqinə varılması. Onların dərslərində qoşulmaq istəsəz, əlaqə mənimsə, əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.